Ümmü Sələmə Kərbəla türbəti saxlayırdı evində. İmam buyurdu ki, anacan, anası sayılırdı da babasının həyat yoldaşı, anasıdır, məhrəmidir. Anacan, gələ mən də sənə bir şişə vereyim. Bu şişədə də Kərbəla torpağı var. Verdi. Sonra iki əlini qoydu Ümmü Sələmə xanımın üzünə. Çəkdi əlin. Ümmü Sələmə gördü Kərbeladır. Gördü İmam Hüseyin qanlar içində yıxılıb. Ağladı elə. Dedi, anacan, bunları bilirəm mən. Belə lazımdır. Nə demək istəyirəm? Yəni, çox gərgin idi vəziyyət. Hərə bir tərəfdən imama ağıl verirdi. Böyük səhabələr bilmirdilər imam nə deməkdir. Bilmirdilər imam nə deməkdir. İndi biz bəzilərinə irad tuturuq. İrad tutmaq lazımdır. Amma özümüzdən çıxırıq ki, sən niyə imamı qəbul eləmirsən? Bu kişinin səhabəsi heç bilməyib imam nədir. Hardan bilsin? Bəli, çox çətin vəziyyət idi İmam Hüseyin İslamın vəziyyətdə. Xəvariz deyirdilər də. Vahhabi deyirdilər İmam Hüseyinə. Xəvariz deyirdilər.